maşınımdakı görürüm ki arxası sürtülüb. Mən də deyirəm ki, əməliyyatdan da təzə çıxan vaxtımdır. Marketin qabağına getdim, orada maşın daldala verdim. Gördüm ki, maşın məndən çox uzaqdadır. Oğlan düşüb ki, xanım, sən mənim maşınıma vurmuşsun. Deyirəm, harada vurmuşam? Deyir, bax, maşınımın üstü dalı əzilibdir. Düşüb maşınıma baxıram. Görürüm ki, dalı əzilibdir. Mən nətər oldu bunu vurmadım? Yəni, mən beynim işləmir, başıma səs getmir. Necə oldu ki, padrugam da maşındadır. Dedim, yaxın mənim başıma səs getmir ki, bu taqqıltı beləcə dəysə ki, bu maşının böyrü bütöy sizilib də. Yaxın mənim başıma səs getmir əməliyyatdan. Mən nətər vurmuşam, sənin maşın və heç olmur, mənim maşınım olubdur. O üçün, dedim ki, kameraya çıxartdıracam oradan da. O üçün, baxdıq, görürüm ki, mənim maşınım. Sonra fikirləşəm, mənim maşınım harada. Gəlib həyətdə zatda, üstündən bir həftə zat keçəndə, dedilər ki, həyətdə Moişik sən maşını vurub eləməyib, sürtüb eləməyib, dedi, bir-iki nəfərin maşını sürtüb. Sonradan mən bildim ki, mən orada axıran zat dedi, sonradan bildim ki, mənim maşımın arxasını Moişik sürtübdür. Çünki mən maşını vuran deyiləm, arxasını sürtən deyiləm. Bir dənə keçən səfər həyətə düşəndə bizim qarajımızdan çıxanda